Bugün Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik leytenant Şirin Mirzəyevin doğum günüdür. Hər olduğu kimi Şirin Mirzəyevin silahdaşları onun məzarını ziyarət edirlər, onu daima yad edirlər. Biz bu günlərin burada komandirimizi yad etməklə heç də digər şəhidlərimizi unutmuruq. Ona görə də biz bir kəsi burada ziyarət eləyəndə, bir şəhidimizi ziyarət eləyəndə sanki Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, onun suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi yad etmiş oluruq. Diqqətinizə çatdırım ki, komandirimiz şəhid olan zaman həmən vaxtı tank komandiri Azərbaycan bayrağı ordenli Qahir Hüseynov, kəşfiyyat rotasının komandiri Yavər Babayev, Şirin Mirzəyevin qan qohumları Araz və Mübariz Mirzəyevlər də şəhid olmuşdular və çox bir möcüzə şəklində sürücü Mübariz isə sağ qalmışdır. Allah ömür versin. Biz bu günlərin bu komandirimizi biz unutmuruq. Mən bir məsələni diqqətinizə çatdırım ki, Şirin Mirzəyev peşəkar hərbiçi olaraq Azərbaycanda, Ağdamda ilk özünü müdafiə batalyonunu yaratmışdır. Yəni bir nizami ordu yaratmışdır. Şirin Mirzəyev peşəkar hərbiçi olmaqla bərabər yüksək insani keyfiyyətləri var. Ona görə də mən belə düşünürəm ki, bu günlərin onun silahdaşları onu unutmur, onu daima yad edir və özlərini həmişə Mirzəyevçilər adlandırırlar. Ruhun şad olsun komandir. Bu vətən torpağı, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi bərpa olunub və vətənimiz azaddır. Bilirik ki, sizin də ruhunuz şaddır. Eləcə də bütün şəhidlərimizin ruhu şaddır ki, Azərbaycan müstəqil, suveren bir hüquqi bir dövlət olaraq tam müstəqilliyini bərpa etmişdir. Ruhunuz şad olsun, komandir. Ruhunuz şad olsun, şəhidlərimiz. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme eğfir lil-mu'minine vel-mu'minati vel-muslimine vel-muslimat. El-ehyai minhum vel-envat. Allahümme belli ve avsil-sevab. Şirin Velioğlu ve cemi Azerbaycan şehitlerimizin ruhları şad.
رحم الله من يقرأ الفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل والله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا Allah rahmet eylesin. Allah cem إلا şehitlerimizden رحمة rahmet. الله الله cem şehitlerimizden rahmet. Hiç yadımdan çıxmır. O vaxt bastırılan vaxtı qalmışdı axıra dedi komandir sənin qisasını alacaq. Bir həftədən sonra. Danışmalar. Ruhlar şad olsun. Bu günlerin komandirimiz Azerbaycan'ın milli qəhrəmanı şəhid polkovnik Şirin Mirzəyevin doğum günüdür. Ben komandirimiz hakkında bir söz demək istəyirəm. O peşəkar hərbiçi olduğunu hər birimiz bilirik. Ancaq onun insani keyfiyyəti o qədər yüksək olub ki, bu günlərin bax onun döyüşçü yoldaşları onu gəliblər, ziyarət edirlər. Və biz bu günlərin burada komandirimizi ziyarət etməklə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, onun suverenliyi uğrunda sanki şəhid olmuş bütün şəhidlərimizi yad etmiş oluruq. Yəni komandirin yəqin ki döyüşçü yoldaşları onun bir peşəkar hərbiçi olmağından və insani keyfiyyətindən bu günlərin söhbət edəcəklər. Və bu günlərin bizim həmişə o Mirzəyevçilərin yanında olan Flora xanım komandirimizin ömürgün yoldaşı da həmişə bizim yanımızda olub. Biz onunla da fəxr eləmişik. Çünki bəlkə də az olan komandirlərdəndir ki Şirin Mirzəyev onun adı ilə bu günlərin o döyüşçüləri onu yaşadır. Mən istərdim bax bu günlərin gəlmisiniz. Elə Elman müəllim bəlkə bir öz sözünü deyə. Buyurun Elman müəllim. 5 yanvar bizim için güzel günlerden biridir. Ona göre ki 1947 yılda 5 yanvarda Şirin Mirzəyev dünyaya gelip onun Allah'ın bize bəxş ettiği bir şəxsiyyətdir deyirəm. Şirin Mirzəyevin həyat yolu hamıya məlumdur. Hər il onun mövludu günü, həyatdan gedən gününü biz qeyd edirik. Şirin Mirzəyev biz Mirzəyevçilərin qəlbində daimi yaşayıb və yaşayacaqdır. Onun həyat yolu hər bir kəsə örnek olan bir yoldur. Onun həyat yolu vətənpərvərlik yoludur. Qeyrətçilik yoludur. Azərbaycanın azadlığı yoludur. Azərbaycanın müstəqilliyi yoludur. Azərbaycanın suverenliyi yoludur. O kəs ki, Atatürk'ün böyle bir güzel sözü var. Şəxsiyyətin, insanın, kişinin başının üzərində istiqlaliyyət bayrağı, ayağının altında azad torpaq olmalıdır. Şirin Mirzəyevin amalı məhz bu idi. Onun vətəninin ayaqları altında olan torpaq azad olmalıdır. Başı üzərində isə istiqlaliyyət bayrağı dalğalanmalıdır. Şirin Mirzəyevin əziz xatirəsi bizim qəlbimizdə yaşayacaq. Mən həmişə bir şüarım var. Şəhidlər bizim gözümüzün yaşıdır. Qəlbimizdə heykəlləşən taşıdır. Şirin Mirzəyev bütün Mirzəyevçilərin qəlbində, onu tanıyanların qəlbində heykəlləşibdir, ucalıbdır. Onun həyat yolu gələcək nəsil üçün bir örnəkdir. Şirin Mirzəyev yoxdan bir var edən ordu yarattı. Azərbaycanın ilk müstəqillik günlərində
İkinci müstəqillik döneminde ordunun yaranmasında büyük xidmətləri oldu. Yoxdan var eden bir ordunun yaranması ve o dövrdə də ordunun yaranmasına engeller törətməsinə baxmayaraq bütün bu çətinliklərə sinə gəldi. Öz həyatını bu yolda vətənə qurban getdi. Vətənə hər bir Mirzəyev qurban. Vətən bizim ant yerimizdir, ünvan yerimizdir, öyünən yerimizdir. Nə qədər ki vətən azaddır, Şirin Mirzəyevin ruhu yaşayacaqdır. Şirin Mirzəyevin ruhu bütün Azərbaycan ordusunda xidmət edən şəhidlərimizin ruhu əbədiyyən qəlbimizdə yaşayacaqdır. Allah rəhmət eləsin. Amin. Amin. Bax mən burada görürəm ki, Şirin Mirzəyev o vaxtı yaratdığı batalyona, məsəl üçün belə deyək də, Qarabağda tək Qarabağlılar yox, Ağdamda tək Ağdamlılar yox, bütün bölgələrdən gəlib, iştirak ediblər. Və mən burada Zərdabdan olan Azad qardaşımı görürəm, Kürdəmirdən olan kəşfiyyatda Kənan qardaşımı görürəm. Və mən istərdim elə onlar da bir öz sözlərini desin. Kim ürək sözləri varsa buyursunlar. Ne değil? Allah rahmet eylesin birinci. İkincisi ki Şirin Mirzəyev bize bir ata kimi olub da. Həmişə uşaqları qoruyardı. Bugün doğum günüdür. Mənə elə gəlir ki anım günü yoxdur Şirin Mirzəyev. Şirin Mirzəyev, biz nə qədər ki Şirin Mirzəyevi yaddaşımızda saxlayırıq, biz üçün Şirin Mirzəyev deməli yaşayır. Allah rəhmət eləsin. Amin. Bir məsələni də deyim ki, komandirimiz o vaxtı şəhid olan vaxtı Azərbaycan bayrağı ordenli tank komandiri Qahir Hüseynov da şəhid olmuşdu və kəşfiyyat rotasının komandiri Yavər Babayev və komandirimizin qan qohumları, yaxın qohumları olan Araz Mübariz Mirzəyevlər də şəhid olmuşdu və bir möcüzə nəticəsində sürücü Mübariz sağ qalmışdı. Allah ömür versin. Mən elə kəşfiyyatdan demişkən, kəşfiyyatın ilk komandirlərindən olan Əhbər qardaşım mən burada görürəm. Əhbər qardaşım, buyurun siz də bir ürək sözlərinizi deyin. Allah rəhmət eləsin. Yəni burada hamımız nə məqsədlə yığışmışıq, onu hamı bilir, hamıya məlumdur, siz də dediniz. Amma Şirin Mirzəyevçilər tək pulla tükənmir, çünki elə adam var. Yəni xəstədir, Allah şəfasını versin. Kimsə işi var, burada bugün iştirak eləmir, amma qəlbən hamının qəlbindədir və bayaq dediyiniz kimi tək Qarabağ, Ağdam yox, Azərbaycanın bütün rayonlarına, bütün bölgələrinə Şirin Mirzəyevçilər var. Və hamısı da Şirin Mirzəyevi həm komandir, həm ata kimi qəbul edirdi. Çünki o atalıq qayğısı da göstərib bizə vaxtı ilə. Yəni gənc əskərlərin qorunmasının, onların əskərlərin mütəmadi olaraq post olanda yoxlanmasının, təhlükəsini təmin eləməkdə həmişə özü birbaşa nəzarət edirdi. Allah rəhmət eləsin və o bayaq dedik ilk ordunu yaratdı. Bunu tam məsuliyyətlə mən deyə bilərəm ki, indiki Müdafiə Nazirliyi ilə həmin o ordunun bünövrəsində quruldu. Və o orduda elə bir ordu yox, məğlub edilməz orduydu, onu hamınız bilir. Nə qədər ki Şirin Mirzəyev var idi, biz bir qarış torpaq erməniyə verməmişdik və məğlub olmamışıq. Hər bir hücumda da həmişə qələbə ilə qayıtmışıq. İndi sonralar hansı bir siyasi oyun getdi, elədi, onu yəni bizim işimiz deyil. Yəni rəhmətli komandirimiz söz olun, biz nə siyasətə qarışırıq, nə bir şeyə qarışırıq. Bizim məqsədimiz döyüşmək idi, vətənimizi qorumaqdır, torpağımızı qorumaqdır, dövlətimizi müstəqil görmək idi. Ona da Allah'a şükür nail olmuşuq. İndi müəyyən vaxt keçsə də, yəni tarix heç bir vaxt o haqqa vermir. Yəni məndən yaxşı bilirsiniz. Allah rəhmət eləsin. 6 ay bundan qabaq da bizdə inamsızlıq vardı. Oktyabr'dakı yaranacaq, yaranmıyor. Yarandı batalyon. İndi polk yaranır. Bu maşın işe düşübdür, yaranmalıdır. Geriye yol yok. Təxribat ancaq gözdən salmaq, gecikdirmək məqsədə gedə bilər. Bəlkə də başqa fikirlər var. Ağcabədə icra hakimini götürüb yerine başqa oturub, Bərdədə ilədi. Bir neçə gün əvvəl Şuşada Mingəçevirin icra hakimiyyəti qaçıbdı. Bəlkə fikirləşirlər ki, bu yollarla yaxınlaşıb bizim rayonda da nə iş eləmək lazımdır. Biz icra hakimine siyasete karışmırıq. Kim kimi götürür, değiştirir, o bize aittir. Biz halkın ordusu, halka hizmet edirik. Hiçbir icra hakimine, hiçbir onun cümlecisine
heç bir başqa vəzifəli şəxsə xidmət eləmirik. Onların tərəfindən və onların əksinə çıxış eləmirik. Bir məqsədimiz var, torpağımızı qorumaq, millətimizin qeyriyyətini qorumaq. Buna inanmaqlarını, bunu başa düşməklər. Bir şey demək istəyirəm, nəzərinizə çatdırmaq istəyirəm ki, Şakir qardaşımızın təşəbbüsü ilə Şirin Mirzəyevçilər günü təsis olunubdur. Hər il avqustun 31-də o bizim üçün yəni bir bayramdır, bir müqəddəs gündür. Onu da indi əvvəlcədən elan olunur, harda görüşəcəyik. Yəni iki dəfə görüb, bir dəfə görüşürdük, bir gün tam təsis olundu. Onda adamda görüşdük. İndi yəqin ki, yəni hamının yadında olsun. Avqustun 31-i bizim üçün müqəddəs günlərdən biridir. Şirin Mirzəyev günü olaraq bizim bayramımızdır. Yəni bütün Şirin Mirzəyevçilər imkan olan, vaxt olan gəlib görüşməliyik. Yəni bir-birimizdən hal-əhval tutmalıyıq, məlumatımız olmalıdır. Amma bir şey də elə mən bir qardaş kimi demək istəyirəm. Bugünkü gündür, o Mirzəyevçilər günüdür, düzdür. Hamının işi də olur, gücü də olur, müəyyən vaxtlar. Amma ümumiyyətcə bərbaşdan bilirik də, elə tənzimləməliyik ki, maksimum dərəcədə hamımız iştirak edək. İstər bu gündə, istər şəhid olduğu gündə, istər Mirzəyevçilər günündə. Allah hamımıza can sağlığı versin, Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə can sağlığı versin, kimin əziyyət çəksə, xəstələrə Allahdan hamımıza şəfaət edirəm. Sağ ol, komandir, sağ ol. Ayrı şey danışmaq istəmirəm. Onsuz da bayaq da dediniz ki, Şirin Mirzəyev haqqında, onun döyüş yolu haqqında, şəxsiyyəti haqqında demək olar ki, biz hər şeyi bilirik. İllərlə bu söhbəti danışırıq. Amma mən indi xəyalıma gələn bir fikri bildirmək istədim ki, Şirin Mirzəyevin Ağdama gəlməyi, bu döyüşlərə qatılmağı, ordu yaratmağı, onsuz da bizim millət olaraq, toplum olaraq biz vətənimizi çox sevirik. Biz o torpaq üçün hər dəqiqə canımızı verməyə həmişə hazır olmuşuq. Amma burada bir şey vardır. Tutaq ki, hamı torpağı qorumaq üçün canını verməyə hazırdır. Amma bu torpağı nətər qorumaq lazımdır, onu əksər adam bilmirdi. Yəni, onun üçün artıq bu canını, qanını vətən üçün verməyə hazır olan bir adamlara sanki bir işıq salan, onlara bir yol göstərən adam lazımdır. Şirin Mirzəyev o zaman üçün bizə elə bir işıq, elə bir mayak oldu. Yəni, onun Ağdama gəlməyi, bu ordu yaradılışında, torpaqlarımızın qorunmağında sanki bizə bir məşəlidir, bizə bir yol göstərən işıqdır. Bunun hamısını sübut elədi. Çünki nə qədər Mirzəyev sağıdır, Ağdamın, Qarabağın ərazisində bir qarış torpaq getməmişdi. Üstəlik Ağdamdan sərhəd olan bütün erməni kəndləri işğal olunmuşdu, hamısı darmadağınıdır. Şirin Mirzəyev həlak olandan 2 ay sonra kəndlər başladı bir-bir getməyə. Şimdi mən söhbətin orasına gəlmək istəmirəm ki, bunun içində başqa işlər vardır, siyasi oyunlar vardır. Amma demək istəyirəm ki, Şirin Mirzəyev bizim üçün bir mayakıdır, bir işığıdır. Yəni onsuz da belə götürəndə Ağdam rayonu Azərbaycanda ən çox şəhid verən rayondur. Yəni kənardan gələnlərimiz çox oldu, amma ilkin vaxtlarda torpaqların ən çox davası Qarabağda gedirdi, Ağdamda gedirdi. Çünki ermənilərin qarşısında dayanan, yollarını kəsən Ağdamdır. Ağdamların da o fədakarlığı, vətənpərvərliyinin yönünü dəyişmək, düşmənə qarşı çevirmək, onları elə bil bu döyüşdə yönləndirmək Şirin Mirzəyevin öhdəsinə düşdü. O da tapşırığı çox gözəl yerinə yetirdi. Yəni bizim üçün bir işığıdır o, bizim üçün bir yol göstərənidir. Allah Şirin Mirzəyevə rəhmət eləsin, amin. Onun simasında bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı versin, ömür versin. Şəhid ailələrinə səbir versin. Allah sizlərdən də razı olsun ki, həmişə komandirimizi belə ziyarət eləməyə gəlirsiniz, bir yerdə oluruq. Flora xanıma da minnətdaram. Düzdür, onun həyat yoldaşıdan belə həm də bizə yoldaş oldu. Bəli, Mirzəyevçidir. Həmişə bizimlə bir yerdədir, bəli. Fəxr edirik bu ailə ilə və öz millətimizlə. Sağ olun. Sağ olun. Burada arkadaş bir məsələni dedi ki, yəni bizim o şəhidlərimiz olubdu və komandir gələndə doğrudan da kəndlərdə o dayaq dəstələri var idi və orada hazır idi elə bil. Onları istiqamətləndirən bir peşəkar hərbiçi lazım idi və Şirin Mirzəyev gəldi və onları öz ətrafında birləşdirib
onlara bir istiqamət verdi. Və mən bir məsələni də xüsusi qeyd edeyim ki, bizim hərbi şəhidlərlə bağlı mülki şəhidlərimiz var. Bu mülki şəhidlərin olması o deməkdir ki, bütün o işğal olunmuş ərazilərdə belədir, rayonundan asılı olmayaraq, kəndindən asılı olmayaraq. Bu mülki şəhidlərin olmağı onu sübut eləyir ki, bu insanlar, o müharibə gedən yerdə olan insanlar son ana qədər döyüşüblər, o kətləri boşaltmayıblar. Bu mülki şəhidin olmağı bunun bir sübutudur. Fəxrəddin qardaşımız dedi, bizim ilk gündən Mirzəyevin ailəsi, onun ömürgün yoldaşı və evlatları həmişə bu Mirzəyevçilərdən ayrılmayıblar, bir yerdə olublar. Elə mən istəyərdim həm Flora xanım bir ömürgün yoldaş kimi, həm də bir Mirzəyevçi kimi danışsın. Buyurun. Hadisələr başlayanda Şirin Mirzəyev Sovet ordusunda xidmət eləyirdi. O çox milli insan idi. Həmişə millət üçün çalışan adam idi. Yadımdadır, biz orta məktəbdə oxuyanda Xankəndində bütün küçələr asfalt eləyirdilər. Şirin Mirzəyevgilin küçəsi Lesnoy adlanırdı. Oranı asfalt eləməmişdilər. Uşaqlar həmişə məktəbə gələndə ayaqqabıları palçıq olardı. Onların hamısını düzərdi məktəbin həyətində, suyun altının altında. Yudurdardı, durardı başlarının üstündə, yudurdardı, sonra içəri girərdilər. O vaxtı getmişdi şəhər sovetinə, gedib tələb eləyib ki, niyə o biri küçələri asfalt çəkirsiniz, amma bizə çəkmirsiniz. Danışıb, bir xeyli danışıb, deyir, qapını örtüb çıxanda gördüm, ermənilər idi orada da, hamısı ermənilər idi. Çıxanda gördüm, dalımcan gülüşürlər. Yadımda da o vaxt bir şeir göndərmişdi, vertolyot göndərir. Yəni o şeiri saxlamışam, amma deyə bilməyəcəm, yadımda saxlamamışam. Yəni ki, bunların küçələrində deyir, hamı palçığa var. Azərbaycan Pioneri qəzetində idi, yoxsa hansı qəzetdə çap eləmişdilər onu. O çox vətənpərvər idi. Bir hərbiçi kimi əskərinin daim üstündə durardı, can yandırardı. Oradan çıxandan sonra yadımdadır, onun müxtəlif respublikalardan orada, ən çox Orta Asiyadan olanlar, daxili qoşunlarda xidmət eləyirdilər. Məktublar yazırdılar, buna məsləhət istəyirdilər. Oxumağa gedənmi, nəyə görəsə, həmişə buna məktub yazırdılar. Çox təəssüf eləyirəm ki, mən o məktublardan saxlamamışam. Amma mənim yoldaşım olduğuna görə yox, amma bu illər ərzində mən həqiqətən fəxr eləmişəm ki, Şirinin xasiyyətinə görə, işə münasibətinə görə, vətənpərvərliyinə görə, bir komandir kimi, bir insan kimi siz onu qiymətləndirmişsiniz. Bütün Azərbaycana siz tanıtmışsınız. O sağlığında həmişə deyirdi ki, mən istəmirəm heç bizdən xəbər tutsunlar. Bizi siyasətə çəkərlər. Amma ondan sonra Azərbaycan artıq Şirinin adı sərhəddi keçib. Türkiyədə bir parka Şirin Mirzəyevin adı verilibdir. Artıq orada yaşayanlar, orada idarəçilikdə olan insanlar, mən bu yaxınlarda yenə getmişdim, yenə onlarla görüşdüm. Həqiqətən bu hamısı sizin sayənizdə. Bu vətənpərvərliyinizdən irəli gəlir. Sizin Şirinə olan münasibətinizdən, onu necə qiymətləndirməyinizdən asılı gələn məsələlərdir. Çox sağ olun ki, bu neçə illərdə siz baxmayaraq ki, köşkünlü həyatı yaşayırsınız, bəlkə də eləniz var ki, uzaqda olursunuz, amma unutmursunuz. O sədaqətinizi göstərirsiniz. Mən hamınıza minnətdaram. İnşallah hamınız Ağdama gedəcəksiniz, o doğma yurtda. Yəqin ki, orada daha çox belə Şirinlə bağlı tədbirlər olacaq. Ona görə ki, biz təkcə Şirin yox, 92-ci ildə bax bu xiyabanda, əksəriyyəti 92-ci ildə həlak olanlardılar. O torpaq uğrunda həlak olanlardır. Bəlkə də o Şirin Mirzəyevin arxasınca gedənlər, o cığırla gedənlər, biz onların heç birisini unutmamalıyıq. İndi biz bir nümunə kimi Şirin Mirzəyevin qəbri üstünə gəlmişik, amma biz həlak olub, burada bastırılan
bu insanların hamısına Allah rəhmət eləsin. Heç birisini unutmamalı. Heç birisini. Onlar canlarından keçdilər, qorxmaz idilər. Vətən üçün, torpaq üçün vuruşdular. Şükür bu günlərə. Min şükür biz, amma onu deyim ki, heç vaxt ümidimizi itirməmişdik ki, biz o torpaqlara qayıdacağıq. Cənab Prezidentin dəfələrlə çıxışını mən şahidi olmuşam. Qapalı yerdə olmuşam. Biz mütləq deyirdi, o torpaqlara qayıdacağıq. Azərbaycan bayrağı Şuşada, Xankəndində dalğalanacaqdır. Nə deyim, minnətdaram hamınıza. Bəlkə də hərənin bir işi olardı, amma bu günü unutmamışsınız. Şirin Mirzəyevin timsalında burada yatan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ruhları şad olsun. Həmişə biz gələrdik bura, biraz da belə qanı qara gələrdik ki, hələ neçə il keçib biz torpağımızı azad edə bilməmişik. Çünki biz özümüzü onların qarşısında borçlu bilirik. Borçlu bilirdik. Amma çox şükür xalqın birliyi, Cənab Prezidentin rəhbərliyi, ordumuzun gücü sayəsində biz o torpaqları azad etdik. Və arzu eləyirəm ki, artıq o torpaqlarda həmişə xeyir işlərdə iştirak eləyək. Hamınızın uşaqlarına həmişə toy qismət arzulayıram. Can sağlığı arzulayıram sizə, nə qədər varsınız. Mən bilirəm sizin uşaqlarınız da, nəvələriniz də Şirin Mirzəyev haqqında danışacaqsınız, unutmayacaqlar. Sağ olun, təşəkkür edirəm. Komandirimizin döyüşçü yoldaşları onun peşəkar bir döyüşçü yolundan, onun bir peşəkar hərbiçi olduğu haqqında danışdılar. Biz istərdik ki, bir bacısı olaraq komandirimiz haqqında bir az da olsa bir söz deyəsiniz. Deməyə çox söz var. İntihası mən biraz özümü saxlaya bilmirəm, sözümü deyə bilmirəm. Nə bilim, onun elə əvvəldən, biz uşaq vaxtından bizlə nətər rəftar eləyib, hər şey yadımızdadır. İndi buradakı döyüşdə də yenə istəmişik ki, yaxşı olsun. Amma hayf ki, tez getdi. O qalsaydı çox şeylər eləyərdi, çox, nə bilim, nə lazım da eləyərdi dövlət üçün, vətənimiz üçün, xalqımız üçün, hər şey eləyərdi. Elədi, az elədi amma, nə bil. Ama komandirimiz tək sizin qardaşınız yox, minlərlə, milyonlarla qardaş qazandı, bacı qazandı. Yəni bu millətin
bu xalqın, bu dövlətin bir yadda qalan bir insanı oldu. Ruhu şad olsun. Allah Tez sizlərə də getdi ömür də, elə versin. bir qalsaydı yaxşı olardı. O da olmadı. Ruhu şad olsun. Çox sağ olun. Sağ olun. Gördüyünüz kimi döyüşçü yoldaşları komandir batalyon Külək atacaq. Allah verdi. Qəmbərovun da məzarın hər dəfə olduğu kimi yenə burada ziyarət eləyirlər və diqqətinizə çatdırım ki, bizim alayın 3 nəfər batalyon komandiri şəhid olub. Allah verdi Qəmbərov, Allahyar Əliyev, Natiq Camalov. Yəni bir hərbi hissədən 3 nəfər komandir batalyon şəhid olubdur. Bu onu göstərir ki, bu döyüşçülər, bu komandirlər həmişə öndə olublar. Və bunlarla yanaşı bizim sıravi döyüşçülərimiz olub. Onların böyük şücaəti olubdur, onların böyük qəhrəmanlığı olub. Və birlik olubdur. Bu döyüşçülər doğrudan da bir-birlərinə arxaların, kürəklərin söküblər. Və biz bayaqlarında dedik, komandirimiz Şirin Mirzəyev, onun o qədər yüksək insani keyfiyyəti var idi ki, bu günlərində bax o insani keyfiyyətin bir nümunəsidir ki, insani münasibət olaraq bax bu o həmin o döyüşçülər birgədirlər, əlaqələri var, bir-biri ilə belə deyək ki, daimi əlaqələri var. Və onlar da bizə baxır, ruhları bizə baxır, doğrudan da ruhları şad olur. Ruhunuz şad olsun ey şəhidlərimiz. Hörmətli izləyicilər, diqqətinizə çatdırım ki, o dövrlərdə bizim müəllimlərimiz, Allah verdi müəllim, Məhəmməd müəllim komandir rota olubdu, şəhid olub. Və bunun bir davamçısı olaraq 20-ci ildə biz torpaqlarımızı azad eləyən vaxtı 800-ə yaxın təhsil işçisi müharibədə iştirak elədi. Onlardan 21 nəfəri şəhid oldu. O 21 nəfərin içərisində onun 2 nəfəri Ağdamlıdır. 2 nəfər Ağdamlı müəllim, yəni müharibədə şəhid oldu. O Mədət və Vüqar müəllim. Ruhları şad olsun. Mən elə istərdim ki, Elman müəllim bir müəllim yoldaşı, həm də bir döyüşçü yoldaşı kimi bir öz fikirlərini desin. Buyurun Elman müəllim. Qəmbərov Allah verdi Kamran oğlu ilə mən ən ümdəsi bir el oğlu kimi Ağdam rayonunun Kolanı obasından Əlmədətli icra nümayəndəliyində olan bir el oğlu kimi fəxr edirəm. Qəmbərov Allah verdi mənim əqidə yoldaşım olub, məslək yoldaşım olub, müəllim yoldaşım olub, döyüşçü yoldaşım olub, səngər yoldaşım olub. Qəmbərov Allah verdi bir tərbiyəçi müəllim kimi özünün hərəkəti ilə, özünün amalı ilə, özünün vətənpərvərliyi ilə öz şagirdlərinə nümunə olubdur. Öz müəllim yoldaşlarına nümunə olubdur. Demək olar ki, Şirin Mirzəyevin batalyonunda iştirak edən, söz gəlmişkə deyim, 62 nəfər müəllim, mənim onu çıxarmışam bir müəllim olaraq, döyüşübdür, öndə gedibdir. Ən əvvəl bütün o münaqişənin ilkin vaxtlarından tutmuş Qəmbərov Allah bir demək olar ki 89-cu ildə o bir öz qələmini süngüyə dəyişdi, silaha dəyişdi. Qəmbərov Allah verdi Xaçındərbəy kənd orta məktəbinin direktor müavini, Cinli 8 illik məktəbin direktoru, bütün bu qabaqcıl ictimaiyyətçil Ağdam rayon xalq hərəkatının idarə heyətinin üzvü kimi böyük bir həyat yolu keçdi. Məhz Şirin Mirzəyevin komandirləri belə vətənpərvər, belə öz həyatını, öz həyat yolunu şagirdlərinə, gələcək nəsilə ərmağan edən şəxsiyyətlər olub. Allah Qəmbərov Allah verdiyə, o cümlədən bütün şəhidlərimizə, şəhid olan müəllimlərə rəhmət eləsin. Müəllim özünün həyat yolunu bəs vətənpərvərlik ruhunun tərbiyəsini öz canı ilə, öz qanı ilə sübut edən şəxsiyyətlərdir. Sağ ol. Bu günlərin Şirin Mirzəyevin
döyüşçü yoldaşları gəldilər, onun doğum günündə onu ziyarət elədilər və eləcə də onunla birgə döyüş yolu keçmiş komandir batalyon Allahverdi Qəmbərovun da qəbri ziyarət olundu. Bütün bizim şəhidlər yad olundu. Hamısının ruhu şad olsun. Belə bizim bir şuarımız, bir deyimimiz var. Yaşadanlar yaşayacaq. Sağ olun, Allah'a emanet olaq.